وقل جاء الحق وزهق الباطل إن الباطل كان زهوقا. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا وسيدنا محمد وعلى آله وصحبه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Muhterem Müslümanlar, bugün bize ünvanlanan bazı sualları cevaplayacağız Allah'ın izniyle. Allah bizi eşidib faydalanan kullarından etsin. Birinci sual veren kardeş deyir ki, bu bir nəfər var idi, Rafizi. Debat deyirdi, onun debatına biz cevap verdik. Yani deyir, siz cevap verdiniz ama o artıq cevap yazmadı. Cevap gəlmədi ondan. Debat deyir, sonra da razı olanda razıyam deyirsən, cevap gəlmir. Bu da qəribə adamdır. Qardaşlar, buna sələfin dili ilə bu hal əl-münazərə bil-dəvə lə bil-haq belə deyilir. Əl-münazərə bil-dəvə lə bil-haq. Yəni debat iddiası var, amma haqqı, həqiqəti axtarmır və ya gəl deyəndə gəlmir haqqı bölüşməyə və ya haqla batilin nə olduğu ortaya çıxsın deyə bu danışıq olsun, diyalog qurulsun, münazərə edilsin dedikdə isə o adam qaçır, gəlmir. Şeyxülislam İbn Teymiyyə rahimehullah bu cür adamları belə adlandırır. Deyir ki, mübahisəni özünü göstərmək üçün istəyirsə, yəni debat deyirsə və sonra gəlməzsə, qarşı tərəf gəl dedikdən sonra gəlməzsə, münazara etməzsə və ya edərsə, lakin özünü göstərmək üçün, haqqı yox, özünü göstərmək üçün bu adam həlak olmuşdur. Şeyxülislam İbn Teymiyyə deyir ki, bu adam həlak olmuşdur. Yəni qısa desək, debat deyib çağıran, sonra dəvət olunanda gəlməyən adam haqq axtarmır. Haqq axtarmır, sadəcə səhnə axtarır. 5-10 cümlə ilə səhnə axtarır ki, belə bu məsələni ortaya qoysun, sonra da aradan qaçsın. Budur bu məsələ. Allah kömək olsun o adama da, Allah onu islah etsin. Mən son cavabını verdim, bu gündən sonra nə qədər danışsın, heç lazım da deyil artıq. Nə münazarəsi, nə debatı. Nəysə, sonra bir qardaş da sual verir ki, Rafizilərin Quran təhrif olunub iddiası nə ilə batildir və bu iddianı inkar edənlər nəyə əsasən inkar edir? Bu iddianı inkar edənlər heç nəyə əsasən, heç nə. Yoxdur inkarına heç nə. Dəlil yoxdur. Çünki şiə alimlərinin 90% bu etiqaddadır ki, Quran təhrif olunub. Yusuf el-Bahrani deyir, Muhammed Bədir el-Məclisi deyir, Kuleyni, Xoyi və s. çoxdur. Yəni bu 3-4 dənə saymaqla bitməz, çoxdur. Lakin bunlar bunu gizlətməyə çalışırlar. Fikir verin, bunu gizlətməyə çalışırlar, alınmaz. Nə var deyin, də haqqı deyin. Deyilən ki, bizdə bu təhrif var. Mən bunları neçə dəfə demişəm, 5 ildən çoxdur deyirəm mən hələ. O biriləri gör neçə ildir deyir. Bunlar cavab edə bilmir. Çünki əqidələrində səmimi və dürüst deyirlər. Səmimi və dürüst deyirlər. Mən bunlara sual verirəm ki, çıxın cavab verin. Ədalətlə deyin ki, bəli, Quran təhrif olunub, biz də bu etiqaddayıq. Bu zaman mən deyirəm ki, əhsən, halal olsun, kişi kimi etiqadını bəyan edir. Ya da çıx deyilən ki, təqiyyə eləmə. Təqiyyə eləmə. Çıx deyilən ki, Quran təhrif olunmayıb, bu etiqad batildir, bunu deyən alimlər də kafirdir. Deyə bilərsən, yox, demirsən. Demirlər. Niyə demirlər? Çünki işlərinə gəlmir. Qalıblar ortada. Bax, biz deyirik ki, gəlin, lənət edək. Siz ki, lənəti çox sevirsiniz, lənət. Bu dəfə də biz deyirik də, gəlin, lənət edək. Quran tərif olunub deyən hər kəsə, Allahın, mələklərin və bütün xəlq edilmişlərin, insanların lənəti olsun. Deyərlər, yox, fırladacaqlar. Cavab gəlməyəcək, baxarsınız. Nəysə, amma bu iddia batildir. Çünki Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə Hicr surəsi 9-cu ayədə açıq aydın bəyan edir ki, Quranı biz endirdik və biz də onu qoruyacağıq. Hətta sələflər İmam Malik, İmam Əhməd, İmam Əbu Hanifə, İmam Şafi, Şeyxülislam İbn Teymiyyə və digər bütün sələf alimləri, əhl-i-sünnə alimləri Quranın tərifinin mümkün olmadığını, yəni Quran tərif oluna bilməz bu sözü icma ilə deyirlər. İcma gəlir ki, bu barədə, yəni Quran tərif olunmayır. Bax, əhl-i-sünnə bunu deyir, qarşı tərəfdə belə deyir. Açıq aydın ortadadır, bunu gizlətməyin, ədalətli olun və əqidənizdə səmimi olun, çıxın, bəyan edin. Ya deyin bunlar kafirdir, ya da deyin biz də o etiqaddayıq ki, Quran tərif olunur. Buyurun, çıxın deyin, bəyan edin. Nəyə iman etmişsiniz, onu bəyan edin. Biz iman etdiyimizi bəyan edirik. Mən iman etdiyimi bəyan edirəm. Sən də çıx, nəyə iman etmişsən, onu bəyan elə. Gücün çatırsa. Sonra bir qardaş sual verir ki, Rafizilərin deyəsən bu suallar elə Rafizlər barədə hamısı.
Əli radiyallahu anh xilafətdə sələfin mövqeyində olduğunu necə göstərdi əməli ilə və Peyğəmbər sallallahu aleyhi və səlləmin kim mənim dostumdursa, kimin mən dostuyamsa, Əli də onun dostudur kəlməsindən murad nədir? Burada sual, yaxşı sualdır, elhamdülillah. Birinci olaraq qardaşlar, hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm yalnız məhab bəyannaməsidir, muhabbu, sevmək, dostluq. Deyir, kimin mən dostuyamsa, Əli də onun dostudur. Burada nə var ki? Məvlə burada məhəbbət, yardım, yaxınlıq mənasındadır. İndi gələk bu rafizlərin dediyi məna ilə baxaq. Mən kimin əmiriyəmsə, sultanıyamsa, başçısıyamsa, o Əli də onun əmiridir, başçısıdır. Burada ziddiyyətlər var. Bir anda, eyni anda 2 nəfər başçı ola bilməz müsəlmanların başında. Yəni, 1000 nəfərli, belə deyək, anlaşılsın, 1000 nəfərlik bir toplum, başçı 2 dənə seçə bilməz, 2 dənə, 3 dənə, belə bir şey olmur. Bu zaman zəifləmə başlaya bilər, zəifləmə yarana bilər. Orada bir başçı ola bilər, o da onların içərisində ən fəzilətlisi Allah Rasulü sallallahu aleyhi və səlləm idi. O da rəhbər idi. Özü rəhbər olduğu müddətcə deyə bilməz. Mən də rəhbərlərin filan kəsi də sizə rəhbər seçirəm, belə şey olmaz. Bu bir ziddiyyətdir, çünki burada zaman var. Zaman. O olduğu zamandan danışır, deyir ki, əlini qaldırır, əlini qaldırır, deyir, mən kimin dostuyamsa, Əli də onun dostudur. Əgər onların dediyi kimi olsa, dediyimiz kimi ziddiyyət daşır, olmaz. Nə nəqli dəlilləri anlaya bilmirlər, nəqli. Nə gəlibdir? Düzgün anlayamırlar. Ərəb dilindən düzgün çevir edə bilmirlər. Maidə surəsi 55-də, 56-da da o haldadılar. Nə də əqli formada anlaya bilmirlər. Çətindir bunları anlatmaq, çox çətindir. Çox. Yəni bu məsələ belədir. Orada sadəcə müharibə bəyannaməsi idi. Dostluq. Məvlə, mən kimin dostuyamsa, Əli də onun dostudur. Olsun da, radiyallahu anhu. Sonra deyirlər, o xəlifəlik məsələsində də belə edirlər. Əli birinci olmalı. Olsun da Əli birinci olsun. Yaxşı, Ömər olsun dördüncü. Əbu Bakır ikinci. Yəni bizə nə bundan? Onlar xeyirli bir ümmət idilər. Gəldilər, getdilər. Allah onlardan razıdır, onlar da Allahdan. Bu kifayətdir də. Yəni birinci olmalıydı. Oldu da axırda dördüncü oldu da yəni. Dördüncü oldu. Yəni əlhamdülillah ki, Əli dördüncü oldu. Burada bir hikmət var. Böyük bir hikmət var. Özdə bir yox, hikmətlər var. O deyirlər ki, fədək məsələsi. Niyə birinci vermədi? İkinci də belə getdi. Yaxşı, üçüncü də getdi. Əlidə nə oldu? Əli niyə vermədi? Burada bir hikmət var. Sonra digər bir məsələ. Quran tərif olunur deyirlər. Əbu Bakır tərif etdi, bərabər sahabələr tərif etdi. Əlinin adı var imiş xatları. Yaxşı, Ömər də gəldi, o da tərif etdi. Yaxşı, Osman da gəldi, o da baxmadı. Əli nə işə baxır? Əli nə elədi? Baxıncı Əli idi də. Düzəldərdi də. Görürsünüz, məsələlər qarışır. Rafizilik bir ziddiyyətdir. Şeyxülislam İbn Teymiyyə rahimehullah necə də gözəl deyib. Rafizilik özü özündə bir ziddiyyətdir. Bunu biz açıq aydın görürük, elhamdülillah. Allah onları hidayət etsin, layiq dillərsə. Sonra qardaş bir sual verir ki, icmanın hüccət olmasını inkar edənlərin əsas səhvi nədir? Qardaşlar, biz bu məsələ haqqında danışmışıq. Bu məsələni uzatmağın yeri yoxdur. Yəni, bu indi ola bilər ki, kiməsə şübhə qalıb, cavab verək. Amma yəni bunu hər dəfə, çünki bu məsələ haqqında biz danışdıq. 6-7 dənə dərs var. YouTube-da, 4-5 dənə də TikTok səhifəmizdə baxa bilərsiniz. Yəni açıq aydın, buna ən gözəl cavabı İmam Şafii rahimehullah verib. Gedir Quranı 39-40 dəfə oxuyur, səhv etməmişəm 39 dəfə. Və gəlir o icmanı inkar edən bir tayfa var idi, inanmayan, şübhə edən. Onlara deyir ki, Nisa surəsi 115-ci ayəni oxuyur və deyir, möminlərin yolundan başqa yola uyanlar zəlalətə düşmüşlərdir və ağırlı-acılı bir sonluq var onlar üçün. Ağırlı-acılı bir əzab. Orada İmam Şafii rahimehullah deyir ki, möminlərin yolu, yəni birlikdir. Yəni onlar da rafizilərdən betər, nə nəqli qəbul etmir, nə əqli. Desələr də qəbul edilir, yəni bu ağırlı qəbul etməmək kimi bir şeydir. Necə? Çünki möminlərin yolu birlikdə olur da, icmada, ittifaqda, ayrı-ayrılıqda olmur ki, ayrı-ayrılıqda olan ixtilafdır, təfriqədir. Özləri təfriqəyə yox deyir, ixtilafa yox deyir. Onlar da başqa bir qərib adamlardır. O özləri deyir, ixtilaf olmaz, özləri də deyir, yox, icma da qəbul etməyik, höccətliyini. Və hansı olsun, icma yox, ixtilaf yox, o necə, o hansı dindir? Buna görə də burada gəlir ki, səbilil müminin. Yəni, bax, möminlərin yolu. Quran deyib, bu Quran ayəsidir, höccət olaraq açıq aydın göstərilir. Allah Resulü sallallahu aleyhi və səlləm deyirlər, buyurur ki, mən özümdən sonra Quran, ondan sonra sünnəni əmanət edirəm, ondan sonra Raşidi xəlifələrin yoluna uymağı, onların sünnəsinə tabi olmağı, onların yolu ilə getməyi. Digər başqa bir yerdə qızı Fatiməyə deyir ki, radiyallahu anha, deyir, görürəm ki, ey Fatimə, əcəl mənə yaxınlaşıb, ölüm mənə yaxınlaşıb, mən sənin üçün necə də gözəl bir sələf oldum. Açıq aydın deyir. Sonra digər bir hədisdə gəlir ki, Allah cəmaatdan ayrılanlardan Allah əlini götürmüşdür. Yəni Allah xeyrini də götürmüşdür, rəhmini də götürmüşdür, əlini də götürmüşdür. Sonra ayə var.
Onlar iman gətirdilər və zaman Allah əllərini onların əlinin üzərinə qoydu. Birlikdən danışır, hamısı birliyə yönəlir. Bəziləri deyirlər bunlar fərqli məsələlərdir, sahabələr və s. Yox, bu icmadır. İcma da nədir? Məsələn, namazın tərki. Namazı tərk edən kafirdirmi? Namazı tərk edən kafirdir. Namaz qılmayan bir adam kafirdir. Amma necə? Burada məsələ var. Ümumən, hüccət çatandan sonra, başa düşəndən sonra müəyyənə gəlib çıxır. Amma bir insan deyir ki, namaz Allah əmr edir, vacibdir, amma qılmırsa, tənbəllikdən dolayı, yox, bu kafir deyil, təbii ki. Biz ümumdan danışırıq. İcma da ümumdur. Bunun əsası ümum formada gəlib. Yəni, ümumi hökm. Orucu tərk etmək, zəkatı tərk etməyin cavabı, hökmü nədir? Və s. Bu cür məsələlərdə gəlib. İndi ola bilər, bəzi məsələlər var ki, məsələn, dünyanın körə olması, burada düz icma var. Onu Şeyxülislam İbn Teymiyyə rahimehullah birbaşa munadidən gətirir, yəni munadidə və s. Amma kimsə bunu inkar etsə, düzdür. Bəzi alimlər deyib, onlar tövbəyə çağırın. Məsələn, İbn Baz alimə Allah deyib ki, onları tövbəyə çağırın. Tövbə etməsə 3 gün möhlət verin. O 3 gündən də sonra tövbə etməzsə, buraxın getsin öz halına. Belə məsələlərdə hətta. Amma burada da icma namazın tərk və digər məsələlər qədər hökm daşımır. Əsas o cür böyük məsələlərdir. Musiqi haramdır. Quran bunu bildirib, Loğman surəsi 6-cı ayə və digər ayələr sünnədə varid olub, gəlib, hədislərdə, özü də Buxaridə gəlib, bu səhih şəkildə və bunun haqqında icma var. Bu barədə icma var. Kim inkar edərsə, bilə-bilə ona hüccət çatdıqdan sonra anlaya inkar edən, o kafir. O kafirdir. Və bu cür məsələlər, ona görə icmanı inkar etmək zəlalətdir, olmaz. Sonra digər bir sual belədir ki, şiyələrin məsum imam əqidəsini batil edən, yəni onu puç edən açıq ayə varmı? Varsa hansıdır? Bəli, bu haqda açıq aydın ayə var. Daha doğrusunu desək, ona yönələn bir ayə var, o məsələyə cavab olaraq. Bu ayə də Qur'an-ı Kərimdə İsra surəsinin 13-cü ayəsində gəlir. Allah subhanahu wa ta'ala orada buyurur ki, Bismillahirrahmanirrahim, və kullə insanin əlzəmnəhu ta'irahu fi unuqih. Və kullə insanin əlzəmnəhu ta'irahu fi unuqih. Deyir ki, hər bir insan öz əməlindən məsuldur. Öz əməlindən məsuldur. Yəni, elədikləri boynundan asılacaq. Nə edibsə. Ayə göstərir ki, insan məsum deyil, Peyğəmbərdən başqa. Sallallahu aleyhi və səlləm. Burada hər insan yazır. Kulli. İmamlar insan deyil. Estağfirullah. Onlar da insan olur. Açıq aydın deyir və sonra davamında deyir ki, وَنُخْرِجُ لَهُ يَوْمَ الْقِيَامَةِ كِتَابًا يَلْقَاهُ مَنْشُورًا. Nə deyir? Sonra deyir ki, qiyamət günü etdiklərinin hamısı ona göstəriləcəkdir. Kitabı asılıb önünə qoyulacaqdır. İmamlar da bura daxildir. Məsumluq Peyğəmbərdən başqa heç kəsdə yoxdur. Peyğəmbərdən başqa heç kəs məsum deyil. Bu iddia batildir. Bax, biz nə deyiriksə, Qurandan, hədislərdən bir şey gətiririk. Bir dəlil gətiririk də, əsas Quran və hədislərdən. Öz fikrimizi demirik, hansısa bir alimin sözünü demirik, ondan öncə Quran və sünnəyə müraciət edirik, ondan sonra alimlərin dediklərinə. Əsas Quran. Bu qarşı tərəf heç bir şeyə Quran və hədisdən dəlil gətirmir. Filan alim belə deyib, Qurandan da gətirsələr, nəfslərindən necə olur elə gətirirlər. Sonra digər bir sual var, orada da deyilir ki, bir nəfər sizin cümə fətvası məsələsində cavab verdiyiniz bir adam, adını da tələbə qoyub, o adam sizin rafiziyə verdiyiniz cavabda şərh bölməsində sizə istehsa yönlü bir söz yazıb. İstehsa yönlü bir söz yazıb. O adam təxmini bildim kimdir. Əgər düşündüyümü deyirsə bu qardaş, o adam Allah ona şəfa versin, görünür ki, onda bəzi problemlər var. Yəni, elə adamlar çox vaxt anormal olur. Şizofreniyanın bəzi qolları var. Və o adam danışanda görürsən də əcaib formalara düşür. Yəni, o adamın adi bir dərsinə bir baxanda, belə görürsən ki, o adam qəribədir. Onun hələ orada verdiyi cavaba baxdığından, qəribə insandır, təkəbbür də var onda. Və üstəlik o adam orada kudurət yığmışdır. Şimdi kudurətli bir adamdır. Yığıb, gör necə də yazılıq, zəlil bir duruma düşübsə, yəni Allah həqiqətən hər şeyə qadirdir. Onu gətirib bir dənə rafizi mülhidə verdiyim cavabda onu müdafiə etmiş kimi mənə şərh yazıb. Gör nə qədər biabırçı bir duruma düşübsə, rafizi bir mülhidi müdafiə edir kinindən dolayı. Halbuki o rafizi də ona elə yaxşı cavablar verib ki, yəni o ona cavab verə bilmir. Rafizi ona yaxşı cavablar verir. Onun belə cavab verə bilməyəcək formada. Amma biz belə şeylərdən istifadə eləmirik. Bu cür sözlərdən yazmırıq. Bizə lazım deyil. Ona da Allah kömək olsun. O da əcaib bir insandır. Ortada qalıb, bilmir. Nə o tərəfə gedə bilmir, nə o tərəf qəbul eləmir, nə bu tərəf qəbul eləmir. Qalıb ortada. Gah bir aydan bir bu tərəfə cavab verir, deyə verir ki, görək,
başqalarının gözünə girim. Gah o tərəfə cavab verir ki, bu tərəfdəkinin gözünə girim. Nə bilim, Allah islah etsin, Allah hidayət etsin. Yəni elə adamlara fikir verməyin, uzaq durun, qətiyyən də onları dinləməyin. O və onun kimlərini dinləməyin. Suallar bitdi deyəsən. Allah razı olsun dinləyənlərdən də, sualı verənlərdən də. Yaxşı suallar idi. Allah bizi eşidib faydalanan qullarından etsin. Allah bərəkət versin. Barakallahu fikum. Bu günlük bu qədər. Gələn sual cavabımızda və gələn dərsimizdə görüşənədək nəstəğfiruhu və nətubu ileyh. Elhamdülillahi Rabbil alemin. Sallallahu və səlləm alə nəbiyyina və habibina Muhammed. Esselamu aleykum və rahmetullahi və berekatuhu.